Ha, tabii. Hı hı. Deməli, şeydir. Baxın burada indi sizin səhifəni analiz edirdim. Bugün font dizaynı isə başa salacağam. Bir də səhifələrinizin ölçülərini dizayn eləyəndə görürsüz belə səhifə şey kimi görsənir də, yazı görürsüz kəsilib səhifənin. Ha, onu mən də fikir vermişəm. Bunları necə düzəltmək lazımdır onu sizə göstərəcəm. Bunlarda okeydir və bunlarda da içinə girəndə düzəlir də. Çünki ölçü düz deyil. Ölçülər 1080 1350-də işlənilməlidir. Artıq Instagramın ölçüləri 1080 1350-dir. Artıq kvadrat ölçü Bir dəqiqə qeyd edeyim. necə? Neçə? Qeyd 1080 edeyim bir dənə. 350-yə. 1080 Aha. 350. Artıq o ölçü də işləməyə lazımdır. O ölçüdə işləyəndə tam da üzə səhifədə belə şeylər görsənməyəcək. Yəni belə kəsintilər olmayacaq. Mən burada səhvlərimiz nələrdir? Baxın burada məsələn loqonu belə qoymaq olmaz. Posterlərdə loqonu belə qoymaq səhv sayılır da qrafik dizayn üzrə də. Loqolar olmalıdır aşağıda, küncdə, yuxarıda küncdə ola bilər. Amma belə şəklin ortasında vizuala yaxın çox da olmaz. Belə istifadə etmək olmaz. Ancaq kraylarda istifadə etmək olar. Sağda, solda, yuxarının sağında, solunda. O cür istifadə etmək lazımdır. Sonra bu yazılarınızı yazanda bu məsəl üçün indi necə eləmək olar? Bu 3 dənə nömrə var da. Bunları belə üst-üstə qoymaq olar. Üst-üstə qoyub loqonu məsəl üçün bununla paralel qoymaq olar. Loqonu bura qoyursunuz. Bu nömrələr, ünvanlar isə bununla üst-üstədir. Və bu şəkildə eləyə bilərsiniz. Ə, Yazılarda isə burada ölçülər yaxşıdır. Ha, burada loqo düz qoyulub. Burada loqo düzdür. Burada yaşıl rənglə yola çıxmışsınız. Burada kölgə biraz şey qalıb. Çoxdur. Hə. Geniş. Təkərlərin kölgələrini çox geniş vermişsiniz. Əgər traktorun ölçüsünü əgər istəyirsinizsə ki, siz şey qalsın, yerdə qalmış kimi olsun. O keçən səfər isə başa saldım ki, braşla işləməyə çalışın. Braşla işləyin ki, təkərə bir balaca kölgə verin. Yəni bir balaca çəkin ki, o yerə tam oturmuş olsun. Belə böyük dairələrlə təkərə şey vermək olmaz. Bunlar siz işləmisiniz? Aha. Hə, bu təkərlərin kölgələri çoxdur. Böyükdür. Oradan bildim. Yox, elə tam bilmədim, ona görə soruşdum. Ha, hamısında bax kölgələr böyükdür. Kobud görsənir. Çox böyük görsənir. Burada da biraz qarşılıq yaranır. Məsələn, bax, bu yazılar itir. Bu yazıların məsələn, yazılar əgər itərkən, məsələn, bəzi vizuallarda ola bilər ki, yazı yazasınız orada itmiş olsun. Bu yazıların itməməsi üçün buna qradiyent verilir. Qradiyent verilir və yaxud da ki, rektangle atılır. Belə şeylər məsəl üçün eləmək olar. Onları göstərəcəm sizə. İndi bir dənə font dizaynlarından sizə bir neçə üsullar göstəreyim. Hansı ki, font dizaynlarınızı dəyişdirmək üçün. Çünki bunlar biraz kobud görsənir. Çox böyük görsənir. Səhifənin bir çox hissəsini əhatə eləyir. Bu da çox böyükdür. Əslində belə informativ məlumatlar balaca yazılmalıdır. Bu traktorun seriya nömrəsidir. Bunlar biraz balaca yazılmalıdır. Burada məsəl üçün yaxşıdır. Bəzən də ölçülər yaxşı eləmisiniz, bəzən də çox böyük eləmisiniz. Burada heç vaxt səhv yazınızı hərflər arasındakı məsafəni bu qədər eləməyin. Bu posterdə genişlik yaradır və sıxlaşdırma yaradır da. Vizuallar bir-birinə qarışır, detallar bir-birinə qarışır. Orada hərflər arasındakı məsafəni bu qədər heç vaxt eləməyin. Posteri sıxlaşdırır. Posterdə biraz nəfəs verin ona, rahat qalmasına icazə verin. Burada necədir məsafələri? Burada da loqonu belə ortaya qoymaq olmaz. Bu loqo məsəl üçün burada olmalı idi. Bura qoya bilərsiniz. Yaxşı. Deməli, indi bir gəlirik Pinterestə. Pinterestə gəlirik. Bura yazaraq traktor, social media post.
Traktor social media post yazandan sonra deməli bax, traktorlarımız çıxdı. Və görürsüz, kölgələr, şəkillərin şəffaflığı, şəkillərdə keçən səfər istədiyim Brightness kontrastlar mütləq oynatmalısınız. İnternetdən götürdüyünüz şəkillərə qarşı mütləq Brightness kontrastı oynatmaq lazımdır. Gələcək dərslərimizdə belə şeylər necə hazırlanır, onları da göstərəcəm sizə. Bugün bir dənə poster hazırlayacağım sizə traktor üzrə. Birinci fontu başa salım. Və rəqiblərimizi analiz edirik, rəqiblərimizə baxırıq. Və rəqiblərimizə baxanda tutaq ki, məsəl üçün seçirik nümunə. İki dənə, üç dənə nümunə seçib Photoshop atmalıyıq. Hansı ki, ilhamlanmaq üçün hərəsindən bir font dizaynı detalını götürmək. Məsəl üçün, deyək ki, bunu bir dənə seçdik. Gəldi Photoshop. Atdıq bura. Bir dənə bu. Sonra baxırıq davamına. Tutaq ki, seçdik bunu. Və fikir verin, məsafələr necə qoruyurlar. Background'un böyüklüyündə qorumuş olurlar. Biraz rahatlıq verirlər. Burada düz yazılar çoxdur. Bir dənə də bu. Biz başlanğıc fontlarımıza diqqət eləməliyik. Yəni, bunlardan ilham alacağıq. İndi necə ilham alacaq? Sizə üsulu deyəcəm. Bir dənə də nümunə tapaq. Məsəl üçün bu. Bu, xatırlatma edilməsi üçündür bizim üçün. Bizim üçün xatırlatmalar edilir. Yəni, 3 dənə əlimizdə nümunə var. Bu nümunələrdə biz əgər font dizaynı axtarırıqsa, ancaq fonta fokuslanırıq. Vizuala yox. Yəni, fonta baxaq. Burada bir sözü yazıb, bir dənə hərfə belə qradiyent çəkib. Qradiyentli belə bir şeydir. Bunu, məsəl üçün, bir dənə ilhamlanmış oluruq. Aşağısından da bir dənə, məsəl üçün, yazıb, kiçik bir şəkildə və məsələn, bir sözü çox böyük eləyib, birini isə biraz balaca eləyib. Bu da fərqləndirmək üçündür. Məsələn, bu bir ilhamlanma tərəfi. Və bu necə hazırlanır? Bu font dizaynı necə hazırlanır? Və bunu hazırladıqca sonra alternativ variantlar da, məsəl üçün, fikirləşə bilərsiniz. Tutaq ki, buradan eləmişsiniz, bütöv sözü eləyirsiniz. Bu şəkillərdə və yaxud da bunu strokla eləmiş olursunuz. Bunları necə eləyirik? Bir dənə təzə səhifə açırıq. 1080-ın 1350. 1350. Resolution olur 300. Daha keyfiyyətli şəkildə Instagramda görüntü vermiş olsun. RGB color qalır. CMYK yox, RGB ilə işləyirsiniz. Çünki digital ortam üçündür ona görə. 8 bit isə 16 bit edirsiniz. Qalanlar da olduğu kimi qalır. Pixels'dən işləyirsiniz. Və create edirsiniz. Və bu tam Instagram səhifəsi üçündür. Və bu ölçü. İndi font dizaynı verirəm. Belə bir şey yazmışam. Yəni, buna bir dənə background verək. Buna, məsələn, yaşıl bir background vermək istəyiriksə, gəlir layer bölməsinə. Layer bölməsində burada create new fill var. Buna basıb, burada solid color var. Solid color'a klikləyirik və deyək ki, yaşıl bir rəng veririk. Və bu şəkildə rəngimizi verdik. Background'u bu şəkildə verdik. İndi yazımızı yazmaq istəyirik. Burada nə yazılıb? Motors. Motors yazıram. Bax, bunu böyüdürəm. Bunu shiftsiz şəkildə böyütmək istəyirsinizsə, bu düymə kliklənmiş vəziyyətdə olmalıdır. Onda shiftsiz işləyə bilirsiniz. Bu motorsu biraz böyüdürəm. Gətirdim, qoydum. Biraz hərflər arasındakı məsafə çoxdur. Belə hərflər arasındakı məsafə vermək olmaz. Gəlirəm karakter bölməsinə. Karakter bölməsində tapıram hərflər arasındakı məsafəni genişləndirib balacalaşdıranı. Bunu eləyirəm tutaq ki 250. Və belə tipli. Sadə minimalist. Bu da hələ çoxdur. Bunu eləyirik 100. Standart. Yığacam. Hansı ki posteri çox yer kaplamır. Çox yer tutmur. Bunu biraz da böyüdürəm. Və salam. Daha böyük görsənir, amma hərflər arasındakı məsafə genişdir. Sizi təsəvvür edin, hərflər arasındakı məsafələri sizdə genişləndirib. Üstdəki sözdə böyüdəndə bu artıq gəlir çevrilir şeyə. Posterin bir çox 50%-in yuxarısını əhatə eləməsinə. Amma bu 50% yuxarı əhatə eləməməlidir font dizaynı. İndi bu font dizaynını hazırlayırıq və burada görürük ki, Motors yazıb və belə bir gradient verib. Və bunu oxumalısınız da. Yazını gördünüz, baxırsınız, gradient verib. Və bu gradient necə veririk? Gəlirəm bir dənə rectangle seçirəm.
Rectangle bir dənə M hərfi burada çəkirəm. Rəng düşdü. Bu rəng düşəndən sonra gəlirəm Create New Fill-ə Layer bölməsində. Rectangle da buradadır. Layer bölməsi, Rectangle və Create New Fill. Create New Fill-ə klikləyirəm. Burada gradient var. Gradientə klikləmiş oluram. Və bu gradient çıxdı mənim üçün. İndi bu gradienti deyə OK eləyirəm bunu. Və sağ düyməni basıb Create Clip Mask eləyirəm. Baxa görə inteqrasiya olacaqsa, mən bu gradienti bu fiqura inteqrasiya eləmək istəyirəm. Elə ki, bu gradient gəlib keçməlidir bu fiqurun içinə. Gəlin bunun birinci rəngini dəyişək. Gradient rəngi necə dəyişirsiniz? Burada gradient var. Bunun üstünə bir də klikləyirsiniz. Belə bir interfeysiniz açılır. Burada papkalar var. İstədiyiniz rəngləri seçə bilərsiniz. Papkaları açırsınız və istədiyiniz rəngləri seçirsiniz. Bu müxtəlif papkalardır da. Hansını istəyirsinizsə seçmiş olursunuz. Sonra da dəyişdirmək istəyəndə rəngləri. Və burada nöqtələrimiz var. Alt nöqtələr. Bu alt nöqtələrdən birinə klikləyirsiniz. Məsələn, bunu rəngini dəyişmək istəyirsiniz, bunun rəngini dəyişirsiniz. Seçdiniz, dəyişdik. Bunu məsəl üçün yox eləmək istəyirsiniz, seçdiniz, delete düyməsindən basırsınız. Bu əsas hissədir deyə. Seçdim. Bu zibil qutusu işarəsindən basırsınız, həmin bir dənə rəng yox olmuş olur. Ctrl-Z edirsiniz, dala qayıdır. Eyni qayda bunu da dəyişirsiniz. 2 dəfə üstünə klikləyirsiniz, pəncərəniz açılır, rənginizi verirsiniz. Hansı rəng siz o şəkildə vermiş olursunuz. Əlavə üçüncü rəng istəyirsinizsə, mausu gətirirsiniz bu gradiyentin qıraq hissəsinə, üstünə yox. Qıraq hissəsinə belə gətirirsiniz, barmaq işarəsi yarandığı zaman barmaq işarəsi yaranır. Bir dəfə düyməni basırsınız, klikləyirsiniz, üçüncü rəng düşür. Və onun da üstünə 2 dəfə basıb rəngini dəyişirsiniz. Və qradiyenti bu şəkildə verirsiniz. Bunu OK eləyirsiniz. Qradiyentimizin bucaqlarını dəyişmək. Və indi mən hal-hazırda background-da qradiyent vermişəm də və qayda eynidir. Yəni background-da vermək, fiqura vermək, qradiyentin pozisiyaları eyni şəkildə olmuş olur. Burada stillərimiz var. Məsəl üçün mənim hal-hazırda verdiyim qradiyent liner qradiyentdir. İllüstratordan da keçmişdi yazıcıdadırsa. Orada da liner, radial falan var idi. Bu indi hal-hazırda liner kimidir. Diagonal şəkildə olan qradiyent üsuludur. Burada bucaqlarını dəyişib, qradiyentinizin istiqamətini dəyişə bilirsiniz. İstiqamət dəyişir. Stildə line üstünə basırsa, burada müxtəlif stillər var. Radial, mərkəzdən olan, mərkəz şəklində qradiyent verir bizə. Bunun skillini 100% eləyirik, standartı 100% çünki. Radialımız, burada angle var. Angle tərzində verir bucağı. Reflekt var. Reflekt bir hissəsini sərt eləyir, o birləri yumuşaq şəkildə eləmiş olur. Diamond var, diamond işarəsi şəklində eləyir və bu şəkildə. Bucaqlarını dəyişirik və bu şəkildə bir qradiyentlər var. Standartı bizə lazım olan indi linerdir. Linerimizi verdik. Bunu artırmalıyam. Bu tək rəng niyə verdi ki, belə? Bucağa görədir. Belə olanda bucağınızı dəyişirsiniz, liner tərəfi düzəlmiş olur. Scale-ı da 100% saxlayırsınız. Bucaqlara görə rənglərin yayılması dəyişmiş olur. Bucaq vasitəsilə rəngin yayılmasını dəyişirsiniz. İstəsə rəngin yayılmasını belə dəyişə bilərsiniz. Gəldiniz bura, bunu tərpədirsiniz, rəngin yayılmasını dəyişdirə bilirsiniz. Və ya da bunun vasitəsilə dəyişdirə bilərsiniz. Hansı soldakı rəngin sağdan çox olmasını istəyirsinizsə, buradakının nöqtənin rəngini dəyişə bilərsiniz, yəni artıra bilərsiniz rəngini, yayılmasını. Sağa sola doğru eləsən, sağdan sola rəng artmış olacaq. Standartda da burada location göstərir. Həmin bu nöqtənin rəng yayılmasının locationudur. Location'a görə istiqamət vermiş olursunuz. Və 50 tutaq ki. Sonra bu üstdəkilər nədir? Bu üstdəkilər də həmin bu location istiqamətində rol oynayır. Yuxarıdakı location'dır. Bunu istəsəz silə də bilərsiniz, sizi saxlaya da bilərsiniz. Opacity-ni azaltmaq üçün daha çox istifadə edilir. Məsələn, bunun opacity-ni az istəyirsinizsə, seçirsiniz bunu və ya bunu seçsəz, məsələn, olmur opacity. Amma yuxarıdakini seçəndə bu elə ki, bunun inteqrasiya edilmiş versiyasıdır. Opacity dəyişmək istəyəndə bu nöqtələri seçirsiniz.
Yəni bunun opasitesini dəyişmək istəsə bu nöqtəni seçirsiniz, opasitesini buradan azaldırsınız və 0 o transparent hala gəlmiş olur. 100 eləndə 100 şəkli. Bu belə. Qradientdən bu cür işləyirsiniz. Bunu OK elədik. İndi mən bunu buna inteqrasiya eləmək istəyirəm. Yəni bu indi hal-hazırda ümumi background kimi inteqrasiya olunur. Amma mən bu ümumi backgroundu istəyirəm fiqura inteqrasiya edeyim. Seçirəm qradientimi. Sağ düyməni basıram. Düşürəm aşağı. Burada Create Clip Mask var. İnteqrasiya. Create Clip Mask'a basıram və fiqura inteqrasiya edilir. Gördünüz? Həmin bu yaşıl background olsa var idi. Bu yaşıl background qaldı. İnteqrasiyam buna oldu. Fiqura. Gradientimi verdim buna. İndi bu gradient kimi göstərmək üçün təzədən bu fiqura uyğun mən düzəltməliyəm. Bucaqlığa başlayıram düzəltməyə. Bir də 45-də yoxlayım. Olmur. 90 dərəcə yoxlayaq. 90 dərəcədə də qarışıq oldu. 60. Okey. 120. Tam da deyil. Bucağını tutuzdurana qədər oynatıb rəngini tutuzdurmalısınız. Əgər maneçi olarsa skill-la da oynada bilərsiniz. Skill-la oynanda və gördü ki, bizim verimiz bu liner burada yansımağa başladı. Yəni, bəzi situasiyalarda siz, məsəl üçün, fiqur balacadır deyə, orada skill az olmalıdır. Skill nə rolunu oynayır? Rəngin daha çox genişlənməsini azaldır. Yuxarıya doğru verəndə rəng daha çox genişlənir, aşağı verəndə rəng isə genişlənməsi azalmış olur. Balaca detallarda skill az olur, böyük backgroundlarda skill 100-125% olmuş olur. Amma fiqurlar üçün belə aşağıdır. Bu şəkildə biz düzəldirik line'ımızı. Məsəl üçün, OK elədik. Biz rəngimizi başqa cür elədik. Yəni rəngimizi dəyişək. Oradakı kimi sarı verək. Bunu da narıncı bir şey eləyək. İndi bucağımızı belə düzəldə bilərik. Bucağımızı belə fırladaraq baxırıq bizə hansı istiqamətlər lazımdır. Bu şəkillərdə oynatmalısınız. Başqa bir üsulla göstərəcəm sizə. Hələ birinci bu üsulu göstərdim. Rəngimi dəyişmişdim. Rəngimizi dəyişək. Sarı. Məsəl üçün. İndi, burada məsələn soldan sağadır. Biz sağdan digər istiqamətdə eləmiş olacaq. Burada nə etməliyik? Gəlir bura. Bayaq opacity dedim, hansı azaltmaq. Bunun opacitysini azaldırıq. Seçirəm bunu, opacitysini 0 eləyirəm. Opacitysini 0 elədim. Tutaq ki, məsəl üçün. OK elədim. OK elədim bunu. Gəlirəm bura. Norm hissəsinə gəlirəm. Fiqurumuz da qara olduğu üçün əslində fiqurun opacitysini azaltmalıyıq. Bax, fiqurumuzun opacitysini azaldırıq. Həmin o gradient üstə düşmüş olur. 51% məsəl üçün. Gördünüz, gradient də yansıyır burada. Burada biz təzədən gradientimizi seçirik. Bu gradientimizi normal yoxdur burada, normal. Bunlarla başlayır oynatmağa, multiplay, lighting. Bunlarla başlayır oynatmağa, gradientimizin nəbzini tutmaq üçün. Əgər bunlar heç bir şey yaramırsa, normalda saxlamış oluruq. İndi bunun opacitysini, tutaq ki, bizim üçün yeterlidirsə, 100-dirsə, 100-ə təzədən qaldırırıq. Təzədən bunun opacitysini azaldırıq. Bu 51-dir. Tutaq ki, 66. Baxın, bu belə bir standart şəkildə bir gradient istiqaməti bizim üçün verdi. Amma bu tam da uğurlu bir gradient strategiyası deyil. Bu ümumilikdə olaraq deməli qradienti verməyimiz üçündür. Bizə amma belə tempdə qradient lazımdır. Biz artıq bunu fərqli bir istiqamətlə işləməliyik. O necə işlənəcək? Bu ümumi bir qradienti verməkdə daha yaxşıdır.
İndi digər istiqamətimiz necədir? Gəlirik, mazərt yazılıb. Burada bizim qradiyentimiz var. Ha, buradakı qradiyent tooluna işləyir. Yəni, burada bizə lazım təbii ki, yazımızın istiqaməti. Və burada baxın, bu şəkildə çəkərək qradiyent vermək olur. Bu yenə də mənə ümumi bir background kimi vermiş olur. Bu mənə ümumi bir background kimi təbii ki, lazım deyil. Və yaxud da mən bunu ümumi bir background kimi çəkib, məsələn, plus layer eləyə bilərəm. Plus layerin üstündə çəkə bilərəm. Plus layerin üstünə düşəcək. Gəlib bunun məsəl üçün opacity-sini yox eləsəm, bu istiqamət qalır burada, gördüyünüz kimi. Bunun da rəngini məsəl üçün mən sarı eləsəm, okey eləyirəm. Qaldı bu şəkildə, düzdür? Amma Ctrl-T eləyib, yəni bu fiqurdur. Baxın, bu bütöv ümumi yerə yayılıb da mənim üçün. Bu, buradakı kimi belə görsənmir. Bu ümumi bir şəkildə yayılıb. Bu ümumi bir şəkildə yayıldığı üçün bu mənim üçün problem yaradır. Bunu mən ya götürə bilərəm, Convert to Smart Object eləyə bilərəm bu qradiyentimi. Sağ düyməni basıb, Convert to Smart Object eləyirəm. Bu şəkil halına gəlir. Şəkil halına gələndə bunu istədiyiniz kimi tərpədə bilirsiniz. Baxın. İstədiyiniz kimi tərpədib, fiqurunu böyüdüb balacalaşdıra bilirsiniz. Yəni, M hərfi boyda sala bilirsiniz. Buradan da belə uzada bilirsiniz. Belə rol ala bilir, görürsünüz. Həmin bu situasiyanı əldə edirik. Görürsünüz? Həmin bu vəziyyət. Burada əslində mazərt belə yuxarıdadır, üstədir. Belə bu şəkildə yer alır. Yəni, qradiyentimizi verib, Convert to Smart Object eləyib, onu şəkil halına gətirəndən sonra Ctrl-T vasitəsilə şəkli necə böyüdüb balacalaşdırırsınızsa, eyni qaydada bu qradiyentimizi də belə eləyə bilərsiniz. İndi bizim qradiyenti elə verdik ki, baxın, belə bir istiqamətimiz çıxdı. Yaxud da belə də eləyə bilərik. Məsəl üçün, gördünüz? Bu daha rahat üsuldur. Birbaşa olaraq inteqrasiya ilə həmişə uğurlu olmur. Bunu göstərməmin səbəbi odur ki, bəzən uğurlu olur, bəzən uğurlu olmur. İnteqrasiyanı gördüyünüz kimi uğurlu olmadı. Amma bir qradiyent sadəcə verib, sonra onu Convert to Smart Object eləyib, sonra da bir şəkil kimi, fiqur kimi onu istədiyiniz yerə qoyub oynadaraq belə font dizaynları əldə edə bilərsiniz maraqlı şəkildə. Belə tipli font dizaynları qradiyentlə işləniləcək bir font dizaynıdır. Belə bir istiqamətdə biz diqqəti bir sözə çox cəmləyirik. Xüsusi sözlərə cəmləmiş olur. Başa düşdünüz bu istiqaməti? Düşdüm. Məsələn, bu daha asandır, deyinən ki, o belə proqram. O birisi çətin yollandır. Sadəcə inteqrasiyanı həm də nəyə görə göstərdim? Bəzi situasiyalarda inteqrasiya lazım ola biləcək. Hansısa başqa bir detallarda, şəkillərdə falan da ehtiyac ola bilər. Sonra baxın, burada da aşağıda bir dənə digər sözümüz yazılıb. Bunu da gəlirik, yazırıq. Bir də fontlara diqqət necə eləməlisiniz? Yazılıb sıra 61. Və baxın, 61-i sarı eləyib. Niyə? Buradakı rəngdə. Buradakı rəngi mən götürürəm, 61-i götürürəm. Gəlim yuxarı hissədə rəngimə klikləyirəm, pipetka çıxır. Bu sarının narıcı üstünə basıram. Və həmin rəngi əldə edirəm və bunu da gətirəm, qoyuram bunun yanına. Və font dizaynı olmuş oldu. Fontlarınızı da sizin xidmət üçün fontlar qalın şəkildə, qalın və sadə olmalıdır. Fontlarınızı drop shadow verməyin. Drop shadow ümumiyyətlə köhnədə qalıb. Ən yaxşı fontlar sadə, belə qalın şəkildə və tövsiyə edirəm ki, Barlow fontunu işlədəsiniz. Barlow, ondan sonra Barlow fontunu tövsiyə edirəm. Sonra burada Arial Black köhnədir, ona ehtiyac yoxdur. Sonra Anton fontu var. Onu da tövsiyə edirəm. Anton. Onları qeyd ediniz üçün. Bu Coral Candy bəzən lazım ola bilər, amma biraz rəqəmləri kobud verir. Think Consens də bold yaxşıdır.
Ümumiyyətlə siz fontlarınızda boldlar işlətməyə çalışmalısınız. Belə tipli fontlardan qaçın. Daha sadə, daha qalın. Yəni bax belə tipli. Daha sadə və daha qalın. Və rəqiblərdə də görə bilərsiniz ki, sadə və daha qalın fontlar işlədirlər bu üslublarda. Yaxşı, bax bu bir üsul idi. Gradient vasitəsilə font dizaynınızı vermək. Bir də var stroklu fontlar. Bax belə. Bəzən belə bir dizaynlar fontlarınızı verə bilərsiniz. Arxa planda belə işlədə bilərsiniz. O necə verilir? Deməli, məsələn ki, hansı bir söz yazaq? Məsəl üçün yazaq Satra sözü. Satra yazdım. Qalın eləyirəm. Stroklar qalın fontlarda yaxşı çıxış eləyir. Bunu ağ eləyirəm. Yaşılın üstündə qara getmir. Ağ gedəcək. Və buna necə bir strok, font dizaynımızda necə strok verə bilərik ki, iç rəng görsənməsin. Yazımızı seçirik. Yazımızda fill rəngini gəlir layer bölməsində yazıda filli 0%-dir də. Bunu 100%-dir. Bunu 0 eləyirik. İtdi. Fill və şeylə düşünün, məğzinlə düşünün. Fill iç rəngdir. Biz yazımızın iç rəngini yox elədik. Sıfıra indirdik. Sıfıra indirəndən sonra gəlirik, yazımızı seçirik, gəlirik layer bölməsində FX-ə. FX-ə gəlirik, buradan stroku seçirik. Stroku seçirik, strok açıldı. Gördünüz? Və strok verildi. Burada strokunuzu tənzimləyə bilirsiniz. Size var. Bu size-ını artırıb azalda bilərsiniz. Neçə stroklu istəyirsiniz. Normalda stroklar belə sadə olmuş olur. Yəni 3, 4, 5, 6 belə civarlarda oynayır. Bu position'dır. Outside daha incə, daha orta bir durum versin. Inside daha orta qalınlıqda verir, daha sərt. Center isə daha da çox sərt vermiş olur. Yəni bu positionlarda oynada bilərsiniz. Blend mode isə normalda qalır. Bu isə opacity-dir, yəni strokun opacity-si. Strokun opacity-sini artırıb azalda bilərsiniz. Yəni bu da strokun rəngi. İstədiyiniz rəngi verə bilərsiniz. Təbii ki, yaşılda uğurlu olan ağdır. Bax, stroklu dizaynlarınızı, fontları da bu cür eləyə bilərsiniz. Sonra bunu Ctrl-C, Ctrl-V eləyib, artırıb, belə alt-alta qoya bilərsiniz. Sonra da bunun üstünə gəlib, traktorunuzu qoya bilərsiniz və buradakı pozisiyanı əldə edəcəksiniz. Arxa planda gedən bir pozisiyanı əldə eləmiş olacaqsınız. Və belə bir istiqamətdə font dizaynlarınızı verə bilərsiniz. Bu daha da yəni sizin posterləriniz daha da peşəkar, daha da kreativ hala gətirirdi. Yəni fikir verin, burada traktor rənglidir, kontrastları falan yaxşıdır, okey. Amma font dizaynları əlavə bir atmosfer verir. Ona görə bu font dizaynları çox önəmlidir. Yəni bu tipli şeyləri istifadə edin. Sonra digər məsələdə belə font dizaynlarını necə verə bilərsiniz? Və belə bir elementlər necə işləyə bilərsiniz? Bunun üçün birinci gəlirsiniz Pen Tool-a, İllustratorda kimi. İstəsə İllustratorda hazırlayıb Photoshop ata bilərsiniz, istəsə birbaşa Photoshopda hazırlaya bilərsiniz. Gəlirsiniz Pen Tool-u seçirsiniz. Pen Tool-u seçəndən sonra burada Fill rəngi var. Fill rəngini seçirsiniz. Fill rəngini seçəndən sonra bunun rəngini dəyişirsiniz. Buradan bu fill rəngi, yəni çəkəcəyiniz fiqurunuzun strokudur da. Filidir daha doğrusu, iç rəngi. Mən məsəl üçün deyək ki, buradan bura belə bir şey çəkirəm. Buradan bura, buradan bura, buradan bura. Deyək ki, həmin belə bir tip bir fiqur çəkirsiniz. İstəsəniz belə də çəkə bilərsiniz. Yəni bu dəyişir. Necə bir şey istəyirsə və Pen Tool vasitəsilə çəkirsiniz. Burada necədir? Gəldi belə, gəldi belə. Shift-i basıb saxlayınca düz çəkir. Sonra gəlib çəkirsiniz belə. Sonra çəkdiniz təzədən belə. Sonra gəldiniz bura. İndi əyri oldu biraz. Deyək ki, əyri elədik. İndi bunu düzəltmək istəyirsiniz. Gəlsiniz Curve Tool-a. Curve Tool Pen Tool-a. Curve Pen Tool-a bu nöqtələri tutub, oynadıb, düzəldirsiniz. Eyni ilə illüstratordakı kimi. Və əldə edirsiniz bunu. Sonra üstünə də yazınızı yazırsınız. Bu da olur sizin üçün font dizaynı. İndi məsələn, burada fikir verin. Burada bu var, bir də arxasında belə bir şey də var.
Maraqlı bir detaldır. Bu necə edilir? Bunu seçirsiniz. Ctrl+C, Ctrl+V eləyib kopyalayırsınız. Gəlsiz qoyursuz bunun üstünə. Burada fili azaldırsınız. Yenə gəlsiz FX-dən stroku verirsiniz. Və həmin o detalı əldə edirsiniz. Sonra da yazınızı buraya yazaraq font dizaynınızı əldə edirsiniz. Artıq nə yazmaq istəyirsinizsə, new Tractor. İndi burada məsələ orasındadır ki, bu çox uzundur. Bunu enterlə bu şəkil hala gətiririk. Paragrafdan bunu sola yığırıq və bu şəkildə bir dizaynımızı vermiş oluruq. New Tractor məsəl üçün. Yəni bu font dizaynları bu şəkildə işləyirsiniz. Gedirsiniz nümunələr tapırsınız. Nümunələrdə nə font dizaynı eləyiblərsə, baxırsınız fontlarda, fontun arxasına hansı detalı veriblər, fontun özünə necə veriblər. Bu detallara diqqət eləyərək nümunələrdən və başlayırsınız onları hazırlamağa. Başa düşdünüz? Bu da indi fontları necə dəyişdirəcəksiniz, kreativ hala gətirəcəksiniz. Aydındır? Olmaz xanım. Hə, Buradasınız? aha, aha. Hı, Buradasınız? bəli. Okey, tamam. İndi bu videonu atıram sizə. 5-10 dəqiqə fasilə ilə. Ondan sonra Hı. poster hazırlayacağım sizin üçün traktor məsələsi ilə bağlı. Tamamdır.